kimin ki cibində parası yoxdur. Günlərin bir günü mənim əzlərim. Bir nəfər mərzən gelir, olardı bir 2-3 il bu insanla mən telefonda danışıram, bir qarı səsi var. Haradasa deyirəm, olar bir 50 yaşı. Mənim xəstəm, mənim vurğunum, illərlə yolumu güdürsün, məni görsün. Ancaq o qədər də çox danışır telefonda məndən, bütün toylarımı da bilirsin, deyə, hansı yer deyə. Bugün Abşəhmiyə toya gəlmişəm, zəng gelib, xanlar, haradasan, dedim Abşəhmədiyə. Dedi, nahardır mı toyun? Dedim, hə. Dedi, sənin nahardan sonra evdə gözləyirəm. Dedim, əsədir. Bu 3-4 ildir məndən danışır, günahdır da yaxındayız. Gedəm ona bir baş çəkər, 1 saat, 2 saat, ondan sonra yolumuzu davam edək, deyirəndə toyumuz var, tələsdirik. Qərarlaşdıq telefonla, gəl Hacər, gəldik Bağlıoğlu kəndinə. Gördüm 2 dənə uşaq qaçqırata gəlir qabağıma. Dedim, sən böyüyəsin də uşağın gündür, xanları gəlir. Bunlarla görüşdüm, bir ayaq saxladım ki, bir ev yiyəsin. Bir böyük adam bir çıxsın söylədi, mən böyüksüz evi hara gedirəm? Bir özümü dayandırdım, deyim ki, nəyə dayanmışsan? Geç gedək də. Dedim, yaxşı da gedərik. Bir də dedi, nəyə dayanmışsan? Gedək dedim, hə, yaxşı gedək. İndi sən dedim, mən həm 2 dənə də uşaq qabağımıza yiyir, geçdi yoxdur. İndi ha gözləyirəm ki, bir evin böyücü planı gəlsin. Dedim, hə, mən gör nə ağıl deyərəm. Mən bu, dedim, o telefonda danışdığım adam kimdir, dedim mənə. Gördüm, hə, səsim onundur. Sonra lazım qırıldı, hə. Oturmuşam, dedim, hə, mən nə ağılsız adamam. Evin böyük yox, indi evin yiyəsi gələr. Deyər, Ayxanlar, sən bu 2 uşağın sözü ilə bu yiyəsiz evdə nə oturmuşsan? Ay Allah, deyirəm, burada üzümə söz deyilməyib. Necə indi söz özüm qava-qava əlimdə tutmuşam. Bir də başımı belə qaldırdım, gördüm bir əkçisi var, başına gül qoyublar, ləbədarı da üstündə. Dedim, hə, bunun dədəsi ölür. Sədiyə dedim ki, bunun dədəsi ölür. Sədi dedi ki, bir rəhmət deyər da bunun dədəsini. Dedim, hələ bir əl saxla, görər, işin harasıdır. Elə ağzımızda qaldısı deyək, Allah dədə rəhmət edər. Sonra bir kişi gəldi, bir qonaq kimi, bir qonşu qonağı kimi dizləri üstə otdu yerə. Dedim, hə, Allah, sənə soxuşdu, yenə qonşudan bir nəfər, bir ağsaqqal tapılır ikimizdə. Mən dilim tutar tutmaz dedim, bu da belə səssiz, səmirsiz oturur ki. Dedim, hə, Əkbər, bunu deyirəm, bax, köyünə yollar, indi gəlib düşü olur. Dedim, hə, Əkbər, dayımı mənə tanışdıq elə, deyil, dədəmdir. Deyəndə bir qırışığı baxındı. Dedim, o nədir bə, o göydəsi? Dedi, o da babamdır, təzə ölür. Hə, bu uşaqlığında mənim xəstəmdir. Mənim vurğunumdur, indi maşallah, indi evlənməlidir. Oyunu da balaxanlar eləyəcək. Çox da zəhmətimi çəkir. Gecə günün vaxtını qoyur yolunda, zamın qoyur, onun qoyur, malın qoyur. Camaatına mənim üstündə dalaşır, ağır deyənə nayraq olur, boş deyənə səvinir. Eşq olsun Əkbərə, gəlsin yanıma Əkbər. Əlinə ayrısan, öpürəm, gəlməm səni öpürəm. Bu saatında gözəl bir alqışlar olsun. Sağ olun. Görün sınsın ayrılığın güzeldir. Dediği sözü de yüreğinde kalmalı. Gel sola gelin.
ayrı Rıgni güzeli Az öten günler mezeli Yedim mezeli Olsa mezeli Yavrum yaygız Yanımda mı geçti Ondan ezeli yazılalı Bir daha küsmüştü Nazlı Gönlüm sılsın ayrılığım buzeli Az öten günler mezeliydi mezeli Yadımda mı 5 yıl bundan ezeli Bir defa küsmüştüm Nazlı'nın üstte Ulaq usta bilmeliydim bir de sen Bizi qoğuşturdu o şehri çəmən Bir busa isterdim gülümsedin Sen sağalını koydun gözünün üstte Ulaq usta oda düştük alıştık Saatlerle birbirimize sarıştık Biz ki ilgar verdik azalım Biz ki bağıştık Bəs durmadık gözünüzde Hani sözüm vardı 15 yıl bundan qabaq değildim ben de pişirmeliydim. İndi nəsə deyir dolmusan, zehnə gəlmişsən, pişirin artı, bin deyirsən buzun olmaz olsun. Kelam bana kelim Ayazarıyım neyime Başa sökerim Talihim Yaşa sökerim Yaşa sökerim Yaşa sökerim Yakın sen sökerim Başa sökerim Ele bir baş koydum Əzəlin qılıncı başa sökəlim Talihin qılıncı yaşa sökəlim Yattın sən sökənən daşa sökəlim Elə bir baş koydum diziyin üstə Öpürəm Ustadım xanlara rəhmət sizə də sağ olun Sağ ol yaşadım. Şöyle kardeş var.